Salam əziz tamaşaçılar. Bugündən etibarən vətənə, torpağa, qəhrəmanlığa və fədakarlığa həsr olunmuş yeni bir yolçuluğa başlayırıq. Naxçıvan televiziyasının yeni layihəsi ilə xalqımızın qəlbində yaşayan sonsuz vətən sevgisini, xalqımıza örnək olan qəhrəman oğullarımızın xatirələrini sizlərlə bölüşəcəyik. Bu verilişdə səslənən bütün xatirələr, bütün yaşanmışlar sadəcə bir amal üçündür. Vətən sağ olsun. ...44 günlük vətən müharibəsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. 30 illik həsrət cəmi 44 gündə sona yetdi. Vətən müharibəsi zaman etibarilə qısa sürsə də, xalqımız üçün çox ciddi sınaq dövrü oldu. Böyük bir xalq, bir yumruq, bir ürək olub vətən, torpaq naminə ayağa qalxdı. 27 sentyabr əks hücum əməliyyatlarının başlaması ilə Qarabağa uzanan zəfər yolunun başlanğıcı oldu. Azərbaycan xalqı dəmir yumruq ətrafında sıx birləşərək ordu xalq birliyini bütün dünyaya nümayiş etdirdi. Hər ötən gün torpaqlarımızın azadlıq xəbərləri ilə tarixə yazıldı. Bu uğurda vətən övladları can verdilər. Şəhidlərimiz, qazilərimiz oldu. Şəhid anaları, şəhid ataları, şəhid övladları məğrur duruşları ilə düşmənə gözdağı oldu. Yeryüzünün ən müqəddəs xalqı əsrlər boyu unudulmayacaq tarix yazdı. Biz müzəffər ordunun qalib əskəri olaraq bütün dünyaya sübut etdik ki, hər hansı bir dövlətin və xalqın böyüklüyü, onun ərazisinin genişliyi, əhalisinin sayı qədər deyil, o xalqın içindəki vətən sevgisi qədərdir. ...27 sentyabrda Ermənistanın növbəti təxribatının qarşısı alınmaq üçün Azərbaycan ordusunun başlatdığı geniş miqyaslı əməliyyatları biz Naxçıvandan belə deyim, daha yaxından izləyirdik və hər zaman gözləyirdik ki, görəsən bizə də qismət olacaqmı, biz də oraya zamanlaq. Oktyabr ayın 12-sindən 13-nə keçən gecə artıq biz Beyləqan istiqamətində idik. Mən özüm əxs rəisi olduğuma görə bizim komandirimiz var idi, Müdafiə Naziri tərəfindən təyin olunmuşdu. Onunla birlikdə yollandıq əsas komanda məntəqəsinə. Əsas komanda məntəqəsində bizə tapşırıq verilmişdi. Əsas bizim fəaliyyətimiz ondan ibarət idi ki, sırf Naxçıvan heyətindən olan şəhid və yaralıların belə deyək, dəqiqləşdirilməyi ilə bağlı ki, hansı ki, ön xəttdə olan şəhidlərimiz və yaralarımız barədə dərhal məlumat verilirdi mənə və mən onların qeydiyyatını aparırdım. Yaralılar barədə isə orada elə bir proses var idi ki, ilkin təxliyədə olunurdu Səhra Hospitalına. Orada ilk tibbi yardım göstərilirdi, aidiyyəti üzrə Füzuli Hospitalına və ya Beyləqanda. Ondan sonra əgər vəziyyətinə baxırdı, daha ağır idisə Azərbaycanın digər bölgələrində olan xəstəxanalar yönləndirilirdi, hansı ki, burada əlaqə itirdi. Yəni, bizim hər hansı bir hərbi qulluqçumuz yaralanırdı, mən bilirdim ki, bu yaralanıbdır. Amma ondan sonra onu izləməkdə çətinlik çəkirdi. Buna görə sağ olsun Səhiyyə Nazirliyi bizə demək olar ki, çox böyük dəstək göstərirdi. Onu mən aşkar edirdim ki, bizim hərbi qulluqçu artıq son nöqtə olaraq deyək, hansı xəstəxanadadır, vəziyyəti necədir, yaralanmağı nə cürdür, hal-hazırda hansı cür müalicələr alır, o barədə məlumat toplayırdım və Naxçıvana öz komandirlərimizə məruz edirdim. Heç bir qələbə, heç bir zəfər şəhidsiz olmur, əfsuslar olsun ki, belə deyim də, o elin obanın şəhidi varsa, deməli o eldə obada həqiqətən də qeyrətli analar, qeyrətli atalar var ki, qəhrəman övladlar böyüdüb boya başa çatdırıblar və vətəninin dar günündə, çətin günündə sinələrini düşmən gülləsinə sipər edib şəhidlik zirvəsinə ucaldılar. Düzdür, biz 30 ildir o torpaqlarda döyüşmək bir Azərbaycan xalqının oğlu kimi qürur verici idi, fəxr edici idi ki, bizim payımız olacaq və 30 ildən sonra bu torpaqları azad etmək bizə bir fürsət düşmüşdü. Və başda Ali Baş Komandanımız olmağına şükürlər olsun bu günümüzə. O vur əmrini verdi, döyüş tapşırığını verdi və torpaqlarımızı 30 ildən sonra şükürlər olsun ki, azad etdik. Biz şəhidlərimizə borcluyuq, qazilərimizin borcluyuq, hərbiçilərimizə, veteranlarımıza, xalq olaraq bir-birimizə hamı borcludur ki, həmrəy olduq, bir olduq və torpaqlarımızı azad etdik. Şükürlər olsun ki, qazilərimiz bugün aramızdadılar. Onlar qürurlu baxışlarında şanlı bir zəfərin izini gətiriblər. Doğrudur, bugün qazilərimiz aramızda olsalar da, onların ruhlarının bir hissəsi
o səngərlərdə, o zirvələrdə, o döyüş meydanında qalıb. Müharibəyə gedəndən sonra mən axıra kimi döyüşdüm. Şuşa Xankəndi koridorunda mən yaralandım. Yara almağıma baxmayaraq mən döyüşümü davam elədim. Yüzbaşıyev İsmail vardı, Allah rəhmət eləsin, şəhidimiz. Biz müharibəyə getməmişdən qabaq biz bir gün qalmış biz döyüş təchizatlarını hazırlayanda o müddətdən artıq hərbi qulluqçu Yüzbaşıyev İsmail səhərə kimi mənə kömək elədi. Nə qədər dedim İsmail ged istirahət elə, sabah yol gedəcəyik, yenə də getmədi. Yenə də səhər kimi. Yəni xətrini çox istəyirdim, həm də ki badim idi. Yüzbaşıyev İsmaillə arxa-arxaya biz gedəndə sol tərəfimizdən elə ki düşmən çıxdı, avtomatı səpmə atdı. Səpdi də gülləni. Səpəndə mənim kükrəyimə dəydi, veşmiş olma, elə ki məni çevirdi. Məni çevirəndə mən də biz Şuşa Xankəndi yoluna, koridoruna çıxanda tərləmişdim deyə balonkanı, hərbi balonkamızı elə ki bronjiletin üstündən çəkmişdim. Onun cibində telefonum var idi. Güllə telefonumdan dəydi. Elə ki, qarnıma dəydi, beləncə mərmi. Telefondan tutdu da, beləncə. Bunda Yüzbaşıyev İsmail şəhid verdim. Həqiqətən çox təsir edici bir şey oldu bizim üçün. Əslində, bu telefon da mənim deyildi. Telefonu mən müharibəyə getməmişdim, bir gün qalmış. Qızım gətirdi, mənə dedi ki, ata telefonu zaryadka saxlamır. Bunu ustaya görsət. Mən ona ata deyə bilmədim müharibəyə gedirəm. Aldım, dedim, baş üstə, mən düzəltdirib verərəm səni. Götürdüm, bu telefonu da apardım. Bu da Allahın bir qismətidir, mən belə düşünürəm. Çünki çox hərbi qulluqçularımızı görürsünüz, fikir vermişsiniz, elə ki, güllə gəlib dəyibdir, məsələn, telefona dəyib, istiqamətini dəyişibdir. Ondan sonra və yaxud nəsə bir darağa dəyibdir, istiqamət dəyişibdir. Güllə dəyəndə İsmail elə ki, ötürmədim yerə dəysin. Çünki onu mən çəkdim üstümə. İkimiz eyni məqamda yıxıldıq da. Çünki mənim də ayağıma güllə dəymişdi, qəlpə dəymişdi. Mən İsmail çəkdim üstümə. Telefona güllə dəyəndə mərmi sıxmışdı məndən. Mən dedim, güllə mənim bədənimə dəyib. Çəkdim üstümə. Artıq mən İsmaili elə bir ki, yoldan çıxardım. Yoldan çıxaranda Allah dərgahına qovuşdu, şəhid düşdü. Deyəmirəm. Biz noyabrın 3-dən Laçın dəhlizinə qalxmışdıq. 7 nəfərlə biz oradaydıq. Laçın dəhlizini biz orada qorurduq. Maşınların geyib gəlməyinə baxırdıq biz orada ermənilərin. Şuşa tərəfinə heç kim hərəkət eləməsin. Biz ora qalxandan demək olar ki, ancaq yağış yağmışdı, hava çənli idi, yemək yox, su yox, yəni taqətimiz yox idi, yorulmuşduq, son momentlər idi. Noyabrın 8-i səhər tezdən bizim bölük komandirimiz kapitan Mikail Samir orada yaralandı. Yol uzaq deyə aparıb təxliyə edəndə qan itirmədən şəhid olmuşdu. 8 noyabrda Şuşa alınmışdı, düşmənlərdən təmizlənmişdi. Noyabrın 9-u səhər saat onun iradələri olardı. Biz ermənilər orada bilirdilər ki, oradayıq. Neçə gün demək olar ki, biz orada müşayiət edirdilər. Bizim orada fəaliyyətimizi bilirdilər. Hər yer dağlıq ərazi idi. Dağlıq ərazinin hamısı da ermənilər idi, düşmənlər idi. Ayın 9-u səhər tezdən biz ermənilər başladı minomyot atmağa. Demək olar ki, yağış yağırdı. Sağımız, solumuz, mənim badim Müdürxan yaralandı. Qaldı orada döyüşün ortasında. Bizim uşaqlar düşdülər aşağı, ikimiz qalmışdıq. Onu götürdüm, getdim qoydum özümüz qazdığımız səngərə. Ayaqlarından qəlpə keçmişdi, qollarından keçmişdi. Ayağı pis vəziyyətdə idi, qan itirməsi çox idi. Ayağımı bağladım rezinci qotla və bizə bir də xüsusi dərman vermişlər bizim üçün.
O ayaq düşsün belə, qol düşsün belə, həmin yerin yuxarı nahiyəsindən vurursan, həmin ağrını 1 saatmı, 2 saatmı saxlayırdı. İynəsini çəkdim, onun ayağından vuranda hiss elədim ki, minomyotun biri sağıma düşdü, biri soluma düşdü. Belə başımı saldım aşağı, gözümlə qalırdım, baxdım, gördüm ki, başımda nəsə bir şey var. Heç nə hiss eləmirdim. Əlimi atdım çıxartmağa, belə əlimi apardım, gördüm ki, əlimin içərisində yerləşir. Əlimi yandı, bir də təzədən çəkdim aşağıya. Badi mənə qayıtdı ki, qorxma, dərd çıxardım. O da çıxmırdı, elə belə xırt çəkdim, atdım yerə. Biraz özümü bitirdim, yəni o bu havanı görmək lazımdır. Puşlatma apardım, belə vurdum yarama. Gördüm ki, yəni qan çox gedir. Puşlatımın burasını aparmışdı. Kürəyimə girmişdi qəlbə. Başımı saldım aşağı, qanım töküldü bunun üstünə. Qayıtdı ki, mənə düş aşağı. Ya birimiz öləcəyik, ya da birimiz qalacaq da. Düş aşağı da kömək göndərsinlər. Düşdüm aşağı, aşağı düşəndə biraz özümdə olmadım. Biraz huşum getdi, gəldi. Uşaqlar tez bir şəkildə gəldilər, başıma fərisağı paketə qoydular. Dedilər, bəlkə gözüm çıxıb. Yəni, vəziyyət çox ağır idi, həddindən artıq. Başımı bağladılar orada. Sonra həmin o mənim döyüş yoldaşımı yuxarıdan götürdülər, gətirdilər. Demək olar ki, 15 nəfər idi qrupda. Yaralımız olmuşdu. 2 şəhidimiz olmuşdu. 7 nəfər qalmışdıq axıra, noyabrın 9-na. 7-miz də həmin günü yaralandıq. Müharibə başlayandan demək olar ki, biz Naxçıvan heyəti oktyabrın 13-ü buradan yola düşüb Bakıya. Biz oktyabrın 17-si getmişdik. Oktyabrın 17-sindən noyabrın 9-na kimi mən müharibədə iştirak elədim. Və zəfərin qazanmağına bir gün qalmış yaralandım. Mən də yaralanmağımı xəstəxanaya çatandan sonra uzanmışdıq. Saat 2 idi, səhv eləmirəmsə. Bir həkim girdi içəri, başladı ağlamağa ki, müharibə qurtarıb. Vətən müharibəsi dövründə ölümün gözünə dik baxıb, ölümün özünü qorxudan vətən övladları Azərbaycan tarix kitabına yeni, şanlı səhifələr yazdı. Müqəddəs vətən torpağının hər qarşı üçün canlarını fəda edən qəhrəmanlar öz ölümləri ilə ölümsüzləşdilər. Bu böyük mübarizənin, əzmin, haqq savaşının şahidləri isə yaddaşlarında və xatirələrində müharibə reallıqlarını bugün də yaşatmaqdadırlar. Qubadlı istiqamətində döyüşlər çox qızğın gedirdi. Demək, ayın 21-dən 22-sinə keçən gecə bizə düşmən postuna girməyimiz və tapşırığını aldıq. Düşmən postuna girdik, amma xeyli sayda şəhidlər verdik. Yəni çox çətin bir postudur, sıldırımlıq bir dağın başındaydı. Düşmən postunu ələ keçirdiyimizdə özləri qarışıq bizi başladılar minomyotla vurmağa. Və orada düşmən də təbii ki məhv oldu. Bizim qəhrəmanlarımızdan şəhidlik zirvəsinə ucalan oldu, qazi olanlar oldu. Və həmin anda mən qəlpədən yaralandım və sağımda solumda olan hərbiçi yoldaşlarım şəhidlik zirvəsinə ucaldılar. Həmin qəlpədən, minomyotun qəlpəsindən mənə tuş gələnlər oldu və ayağım bu hissədən qəlpə girdi, buradan çıxdı, sındı, böyrüm parçalandı, topuğum yarıldı, silahım qırıldı, kaskam başımdan, belə deyim də, uçdu getdi, sursatımı dağıtdı və xeyli qəlpə mənə tuş gəlmişdi. Ən ağır yaram təbii ki, ayağımın sınması oldu. Minomyotdan sonra səssizlik düşdü. Bir an ancaq küləyin səsi gəlir və həmin anda qulağında uğultular var. Uğultular gedəndən sonra hiss edirsən ki, qışqırıq səsləri gəlir. Düşmən əsgərlərin səsi oralardadır. Bizim heyətin əsgərlərin, yaralıların səsləri oralarda. Və bu anda mən ayağa qalxmaq istədim, qalxa bilmədim. Başladım sürünməyə həmin istiqamətdən. Xeyli arxaya getdim sürünərək və orada ta qaldım, kənətləndim, ta gedə bilmədim də. Bədənim keyləşdi. Saatın burada işığı vardı. Vırdım ki, 8-in yarısıdır, axşam tərəfi və səssizlikdir. Bizim şəhidlərimizdir, düşmən əsgərlərinin leşləridir, qalıbdır səngərdə
və oradan tam mən sürünüb çıxmaq istəyirəm, çıxa bilmirəm. Hava keçdikcə soyuram, qan itirirəm. Orada da düşündüm ki, bu mənim sonumdur. Dodaqlarım quru quruyub, boğazım quruyubdu. Başladım Allahdan kömək istəyirəm da. Deyirəm ki, İlahi nə edirsən elə? Bir körpə balam var. Allah hamımızın balasını saxlasın. Onu mən görməmişdim. Karantin şəraiti ilə Naxçıvanda olmuşdum. Mən də Bakıda hərbidə idim. Restart olmadı. Naxçıvana cəhd gedə bilmədik. Qızımın 1 yaşı olanda mən Cəbrayılda idim. Gözümün qabağına gəldi. Sanki buludların arasında mənə baxır, səs deyildi. Allaha yalvardım ki, İlahi qurban olum mənim canımı alma, qızıma qayıdım, heç olmasa. Masallıdandır, Eynullah Vəlağa Rasimoğlu, əsgərim idi. O, mənim səsimi eşidibdi, gənc əsgər idi, bölüyə təzə düşmüşdü, o qayıdıb gəldi arxamda. Gəldi, arxadan girdi mənim qollarıma, sürüdü, aparamadı. Haradasa bir 70 kilo heç olmazdı da əsgərin çəkisi, arıq bir əsgərdir. O məni sürüdü, biraz uzaqlaşdırdı yaralandığımız mövqeyindən. Tabii gördü ki, bunda gücü çatmır, apara bilmir. Buna deyim ki, sən gedin, məndən sağ haray yoxdur da. Mənimki bura qədərdir. Neynədim, getmədi. Səhər açıldı, səhər hardasa 7 idi, hava toranını anladım, çən idi. Belə deyim də, gözü görmürdü. Əsgər şeylərim ki, get kömək gətir, bizi buradan xilas elə. İstiqaməti verdim, getdi, bizim heyətə çatdı, onlar da sağ olsunlar, əsgərlərimiz, zabitlərimiz, onlar gəldilər mənim oradan, səhər üzü. Səssizdə xilas elədilər. Bizim o arxada indi mövqeyimiz vardı. Post düzdür bizdəydi. İndi biraz arxada mövqey var idi. Orada ora çatanda atışma düşdü. Düşmən əsgərləri bunları gördülər, başladılar atışmağa. Mən oradan xilas eləyəndən sonra onlar orada atışmışdılar. Hansı ki, o bizim yaralılarımız və şəhidlərimiz barədə məlumat toplamaq üçün bəzən elə olurdu ki, onun yerində dəqiqləşdirmək lazım olurdu. Məsələn, məlumat gəlir ki, filan kəs şəhid olub, amma onu biz dəqiqləşdirə bilmirdik. Ona görə mən həmən qrupun dəstələrinin yanına getməli idim və həqiqətən dəqiqləşdirməli idim ki, filan kəs şəhid olub və yaxud da ki, yox. Arası oktyabr ayının 23-cü idi, gecə saatları idi. Yenə mən öz heyətimizin yanına gedirdim. Tuğ istiqamətində idi. Orada bir Meşəhətə çaya gedən yol var. Orada kolonu vurdular minamyotla. Biz də arxada vazda gedirdik. Bizə dedilər ki, bəs artıq kolon vurulur, yəni maşın saxladı, hər kəs sağa sol məşəli yaradı çəkildi. Maşından düşməyim yadıma gəlir, amma sonrası yadıma gəlmir. Artıq minamyot mərmisi maşının qabağına düşmüşdü. Mən özümə gələndə buzumdan qan asılmışdı, çox ciddi də yaralanmamışdım. Meşəli yaradı çəkmişdilər. Oradan təxliyə olundum Hadrutda Səhra Hospitalına. Yəni özümü yaxşı hiss edirdim. Yenə də 24 saat mən nəzarət altında saxladıqdan sonra təzədən bir də öz fəaliyyətimə, öz yerimə qayıtdım. Çünki yenə qeyd etdiyim kimi yaram ciddi deyildi. Müharibənin sonuna qədər bəli, mən orada qaldım, xidmətimi davam elətdirdim. Noyabr ayının 25-i də artıq biz Naxçıvana geri qayıtdıq. Bəzən bir xatirə, bir şəkil, hətta 2 sətir məktub belə böyük bir tarixi yaşadır. Mən Zeynalov Yusif Ramazanoğlu, 14 nömrəli tam orta məktəbin 8-ci şagirdi. Biz 3-cü sinifdə oxuyanda bütün sinif yoldaşlarımız ilə birlikdə məktub yazmışdıq, cəbhəyə göndərmişdik. Və bundan 2-3 gün sonra bizə cavab məktubu gəldi. Biz çox qürur duyuruq ki, bizim döyüşçülərimiz bu məktubları oxuyub bizə geri cavab göndərmişdilər. Mən Məmmədova İnci Nəsim qızı, mən istəyirəm ki, bu məktubu oxuyum. Salam əziz və sevimli şagirdlər, sizin bu qürur verici məktubunuza cavab olaraq əvvəlcə bizi unutmadığınız üçün sizə səmimi qəlbdən təşəkkür edirəm. Sizlər bizim gələcəyimizsiniz. Biz əsgərlər isə bu gələcəyin uğrunda xidmətimizi həvəslə və sevərək edirik. Sizlərə dərslərinizdə uğurlar arzu edirəm. Allah sizi qorusun. Qarabağ Azərbaycandır. İmza Azərbaycan əsgər. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbinin şagirdi Zehirov Abbas Turaloğlu.
2020-ci ildə mən 3-cü sinifdə oxuyurdum. O vaxt Sevdə müəllimimiz dedi ki, gəlin cəbhəyə məktub yollayaq. Biz onda məktublarımızı yazdıq və verdik müəllimimizə. Müəllimimiz isə onu cəbhəyə yolladı. 2-3 gündən sonra cəbhədən bizə cavab məktubları gəlmişdi. Elnur Əliyev adında döyüşçümüz mənə cavab məktubu yollamışdı. Mən onu açıb oxuyanda qürurlandım və o məktubda yazmışdı ki, mənim üstümdə olan 3 rəngli bayraq və mənim öz darağımı sənə hədiyyə edirəm. Mən həmin bayrağı bu gün də saxlayıram, ömrümün sonuna qədər də saxlayacağam. Salam mənim balaca qardaşım Abbas. Sizin kimi balaca qardaşlarımın, bacılarımın vətənpərvər olduğunu gördükdə qürur duyuram. Sizdən gələn məktubları oxuyanda çox sevindik. Siz inanın ki, torpaq uğrunda döyüşən igidlərimizin qanı yerdə qalmayacaq. Biz daim qələbə qazanacağıq. Sizin üzərinizə düşən vəzifələrdən biri də odur ki, daim sizə bilik öyrədən müəllimlərin verdiyi bütün tapşırıqlara yiyələnib sahib çıxasınız. Bu, bizim doğma yurdumuz olan Azərbaycanın daim zirvələrdə olmağına gətirib çıxaran amillərdən biridir. Çünki siz dərslərinizdə nə qədər fəal iştirak etsəniz, biz əskərlər daha da güclənib düşmənlərimizə qalib gələcəyik. Siz bu vətən üçün gələcəkdə biriniz polis, biriniz həkim, biriniz hərbçi olacaqsınız. Bu gözəl, doğma yurdumuz Azərbaycan sizə əmanət olacaq. Əziz dostum Abbas, mən sənə güvənib, arxalanıb ayaqda durmuşam. Sən daim inan ki, vətənimiz bir daha parçalanmayacaq və hər zaman əmin-amanlıq olacaq. Əzizim Abbas, sənin məktubda yazdığın və çəkdiyin 3 rəngli Azərbaycan bayrağı məni qürurlandırdı. Çox xoşuma gəldi. Sənin məni sevindirdiyin qədər səni dəyərləndirmək istəyi ilə sənə balaca, amma dəyəri çox böyük olan 3 rəngli Azərbaycan bayrağını və öz darağımı hədiyyə etmək istəyirəm. Çox sağ ol Abbas. Hörmətlə Elnur Əliyev, Azərbaycan əskəri. Mən Fatimə Tağzadə, 14 nömrəli tam orta məktəbin 8D sinif şagirdiyim. Bizim sinifdən başqa da, başqa siniflər, hətta başqa məktəblər də bu məktublardan yazmaq istərdi. O məktublardan yazanlardan biri də mən idim. Azərbaycan əskərindən Fatiməyə başlıqda bir məktub da mənə gəlmişdi. Bu məktubda belə yazılmışdı. Azərbaycan əskərindən Fatiməyə. Salam Fatimə, biz yaxşıyıq, sən necəsən? Yazdığınız məktublar bizi çox sevindirdi. Bizə bu qədər güvənməyiniz bizim inamımızı, döyüş əzmimizi daha da artırdı. Sizin rahat gəzməyiniz, oynamağınız, dərs oxumağınız üçün əlimizdən gələni edir və vətənimizi göz bəbəyi kimi qoruyuruq. İnşallah yaxın günlərdə sizi daha da gözəl xəbərlərlə sevindirəcəyik. Sizə dərslərinizdə, həyatınızda uğurlar arzuluyur və fəxr edirik ki, sizin kimi vətənpərvər balalarımız var. Hörmətlə, Əskər Abuzərov. Mən bir 20 il xidmət edən hərbi qulluqçu kimi bunu deyə bilərəm ki, bizim nə qədər müasir texnikalarımız olsa da, gücümüz olsa da, bizə deyərlər, qəhrəman oğullarımız olsa da, bizim ən böyük gücümüz, ən böyük, necə deyərlər, silahımız xalqımızın birliyi olubdur. Evində bir tikə çörəyi olan belə bizim hərbi qulluqçularımıza göndərirdi onu. Ona ehtiyacımız yox idi. Amma ki, yəni xalqımızın, millətimizin birliyi həqiqətən bizi daha da gücləndirir. Sizi inandırım ki, elə valideynlər vardı ki, namaz üstündə heç öz övladına dua eləmirdi, bizə dua eləyirdi. Orta məktəb şagirdlərimizin bizə məktubları gəlirdi. Yəni, bizi açığı çox ruhlandırırdı. Mənə bir məktub gəlmişdi, Mələk adında bir orta məktəb şagirdi məktubu idi. Düzdür, mən hələ o məktubu oxumamışam. Amma ətrafımdakilara oxutdurmuşam, çünki özüm oxumamışam. Çünki bugünkü gündə də 5 ildir biz torpaqlarımızı azad eləmişik. Allah cəmi şəhidlərimizin məqamını eləsin, şəhidlərimiz oldu, qazilərimiz oldu. 5 ildir ki, mən hələ o məktubu həqiqətən oxumamışam. Oxuya bilmirəm, çünki oxuyuram, yenə də kövrəlirəm.
bütün məktubların hamısında da yazılırdı ki, qəhrəman əsgərlərimiz, biz sizə güvənirik. Vətən müharibəsi dövründə şagirdlərimizlə cəbhədə döyüşən döyüşçülərimizə məktublar yolladıq. Burada məqsədimiz ön cəbhədə döyüşən qəhrəmanlarımızın xalqın birliyini daha yaxından tanıması idi. Bu mənada şagirdlərimizin yazdığı məktublar yerlərinə çatdı. Hətta şagirdlərimizə cavab məktubları gəldi. Cavab məktublarında yazılanlar şagirdləri gələcək naminə daha inamlı olmağa, bu dövlət üçün, bu vətən üçün yaxşı bir vətəndaş kimi yetişdirməyə səsləyirdi. Bu məktubların yazılıb cəbhəyə göndərilməsində məqsəd bu idi ki, orada döyüşən vətən oğulları bilsin ki, bütöv bir xalq, hətta balaca fidanlar belə onların arxasındadır. Bugün biz yenə ibtidai sinif şagirdlərinə bu ənənəni davam elətdiririk. Şagirdlərimiz istər şəhid ailələrinə, istər qazilərə olan sevgilərini, hörmətlərini, qayğılarını yenə məktublar yazaraq göstərirlər. Müharibə bitdikdən sonra balaca fidanlarımızın şəhid ailələrinə və qazilərə yazdığı məktublar şəhid ailələrinə təsəlli verdi. Eyni zamanda sağlamlığını itirmiş qazilərimizin, vətən müharibəsi iştirakçılarının mənəvi-psixoloji vəziyyətinin sağalmasında onlara motivasiya oldu. Və biz bir daha anladıq ki, Azərbaycan xalqının qəlbində, Azərbaycan xalqının ruhunda Azərbaycan əskərinə, Azərbaycan ordusuna qarşı necə bir böyük bir məhəbbət və sevgi var. Əziz müharibə iştirakçıları, biz bugün məktəbə gediriksə, sərbəst şəkildə gəziriksə, rahat nəfəs alırıqsa, bunları sizlərə, şəhidlərə, qazilərə, əskərlərə, bir sözlə müharibədə iştirak etmiş bütün igidlərimizə borcluyuq. Sizlərin sayəsində Azərbaycan xalqı torpaqlarını işğaldan azad edərək bütöv Azərbaycan dövlətini yenidən dirçəltdi. Zəfəriniz mübarək, qazilərimiz, zəfəriniz mübarək, döyüş qəhrəmanlarımız. Düzdür, biz müharibədə olduq, müharibə qələbəni qazandıq. İndi o demək deyil ki, biz, necə deyirlər, ta biz qalib əskəri qıraqda duraq. Xeyr, bugünkü gündə də yenə də o təbliğləri biz aparıq. Biz müharibədə, necə deyirlər, gördüklərimizi, yaşadıqlarımızı biz gedib orta məktəbdə şagirdlərimizə də daha uyğun şəkildə məsələ çatdırırıq, məlumat veririk ki, biz gələcəyimiz üçün vətənpərvər övladlar yetişdirək. Dəfələrlə bizi orta məktəblərə dəvət edirlər. Hətta mən bu yaxınlarda 14 nömrəli məktəbdə oldum. Orada bir şagirdimiz, Səkinə adında bir şagirdimiz mənə düzdür ha, bu bir kağız parçasıdır. Amma ki, o mənim üçün ən böyük bir dəyərli hədiyyədir. İçində heç bir şey də yoxdur. Bomboş bir kağızdır. Sadəcə olaraq bu uşağın ürəyindən keçən oldu, verdi mənə. Gəldi, mən məktəbdəydim, sinifdəydim, qalxdı ayağa, gəldi ki, əskər əmi, bunu məndən hədiyyə saxlayarsan. Həqiqətən, mən hələ heç necə deyərlər, kövrəlməmişdim. Düzdür, belə bir şey deyim ki, biz kövrə insan deyilik, biz dəmir kimi insanlarıq, biz döyüşən insanlarıq. Biz o qədər çətin yollar, çətin relyeflər keçmişik. Necə deyirlər, dağlar aşmışıq, top, tüfəng, necə deyirlər, qan, hər bir şeydə biz yəni hər şey görmüşük. Amma ki, o uşağın əlindən ki, o incə əlindən ki, bu bizə hədiyyə belə gələndə, belənçi şeylər bizi həqiqətən çox kövrəldir. Çünki hiss olunur ki, bu uşaqda necə deyirlər, vətənpərvərlik, milli hissiyyat var bu uşaqda. Müstəqilliyi, azadlığı qorumaq onu qazanmaqdan daha çətindir. Bu mənada günümüz gəncliyinin, gələcək nəsillərimizin üzərinə böyük məsuliyyət düşür. Bugün mən Azərbaycanlıyam deyən hər kəsin ən müqəddəs amalı vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və daha da çiçəklənməsi naminə əlindən gələni
əsirgəməməkdir. Suverenliyimizi, ərazi bütövlüyümüzü və azad Qarabağı heç kəs bizə qızıl məcmeydə ərmağan etməyib. Tarixin ayrı-ayrı dönəmlərində xalqımızın qəhrəman oğulları bu uğurda can alıb, can veriblər. Azad Qarabağın hər qarışında şəhidlərimizin qanı, qazilərimizin və digər müharibə iştirakçılarımızın cəfası, dəmir yumruq ətrafında sıx birləşən ümumxalq həmrəhliyi var. Bu vətən bizdən sonra gələcək nəsillərindir. Yəni onların üzərinə çox böyük iş düşür. Biz heç vaxt şəhidlərimizi unutmamalıyıq. Gənclərimiz bunu heç vaxt unutmamalılar ki, o torpaqlar qanunla verilib və qanunla da alınıb. Ana vətən niyə deyirik? Ana vətən ona görə deyirik ki, təbii ki, biz indi vətən bizim namusumuzdur da. Kimsə bizim namusumuza sataşsa, istəyir əllərimiz, istəyir ayaqlarımız olmasa, yenə də müqavimət göstərəcək, yenə bir qarşılıq verəcək. Vətən də ona görə ana vətəndir. Təbii ki, hansısa istəyir düşmən erməni olsun və yaxud başqa bir dövlətlərin gözü olsun, yenə də biz Azərbaycanlıyıq. Azərbaycanlı qanunu var bizdə, yenə ona qarşı müqavimət göstərəcək. Şükür Allaha ki, cənab prezidentimizin uğurlu siyasət nəticəsində bugünkü gündə görürsüz, torpaqlarımız tam işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa olunub, yenidən qurma işləri sürətlə inkişaf edir və bizim 3000-dən çox qardaşımız o torpaqların işğaldan azad olmağı uğrunda şəhid olubdur. İstər bizim, istər bizdən sonra gələn gənc nəslin əsas indidən sonra üstünə böyük yük düşür ki, o torpaqların qorunub saxlanılmağında hər bir kəsin vəzifə borcudur ki, bundan sonra da o torpaqları qoruyub saxlasın. Yenə bayaq da qeyd etdiyim kimi, sülh istəyirsənsə daim müharibəyə hazır olmalısan. Yəni gənclərə də tövsiyəm, bizdən sonra gələnlərə də tövsiyəm, şəhidlərimizin canı bahasına alınan torpaqları göz bəbəyi kimi qorumaqdır. Torpaqlar bizim şəhidlərimizin qanı ilə suvarılıbdır, belə deyim, və onları da qoruyub saxlamaq bizim boynumuzun borcudur. Yəni bunları unutmaq mümkün deyil axı. Biz əgər bu torpaqda böyümüşüksə, bu torpaqda dünyaya göz açmışıqsa, biz əgər ondan unutsaq, onda bizə hər şey haram olar. Aldığımız nəfəs belə, anamızın südü bizə belə haram olar. Mən gənclərimizə üzümü tutub buradan bir müharibə iştirakçısı kimi deyə bilərəm ki, biz torpaqlarımızı asanlıqla almırıq. Biz şəhid vermişik. Biz qazi vermişik. Biz, necə deyərlər, bugünkü gündə gənclərimizə onu deyə bilərəm ki, siz atanızın əllərindən tutub gəzəndə, amma şəhidin övladları ataların həmşarcılığı. Ona görə də heç bir zaman söhbət tək forma geyib ələ silah almaqdan getmir. Savadızla, biliyizlə, həmişə şanlı Azərbaycan bayrağını hər yerdə dalğalandır. Bugün şəhidlərimizin ruhu şaddır. Çünki Qarabağ azaddır. Qarabağ Azərbaycandır. Bugün Qarabağın əsl sahibləri öz dədə-baba torpaqlarında yenidən məskunlaşır. Biz bunu Ali Baş Komandanımızın uzaq görən siyasətinə, xalqımızın əzminə və şəhidlərimizin ruhuna borcluyuq. Bir daha şəhidlərimizi ruhu qarşısında dərin ehtiramla baş əyir və onlara Allahdan rəhmət diləyirik. Vətən sağ olsun.